عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد والثناء لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Zilqədə ayının ilk cümə gününü yaşayırıq və mübarək bir günlərdir, kəramət 10 günlüydür. Allah mütəal bu günlərin feyzindən bizləri binəsib etməsin inşallah. Bəşər evladının həyatdakı müvəffəqiyyətlərinin ən başında duran amil onun çalışqan olmasıdır, onun zəhmətkeş olmasıdır, onun işlərində daha çox səy göstərməsidir. Bu, istər dünya işlərində olsun, istərsə də axirət işlərində olsun, fərqi yoxdur. Belə deyək sözümüzü, tənbəl adam nə axirət qazana bilər, nə dünya qazana bilər. Bu bir mənalıdır. Yəni, bir insan ki, tənbəldir, tənbəl insanın ibadəti də süst olacaq, itaəti də, bəndəçiliyi də süst olacaq. Ona görə də Quran-ı Kərimdə Allah mütəal Nəcm surəsində insanlara xitabən buyurur: Əuzu billahi minəşşeytanirracim. وَأَنْ لَيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَاهُ وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَاهُ. İnsana ancaq öz zəhməti çatacaq. İnsan öz zəhməti qədəri qazanır. İnsan nə qədər zəhmət çəkirsə, onun zəhmətinin müqabili ona yetişəcək. Şübhəsiz ki, o zəhmətinin bəhrəsini mütləq görəcək. Allah mütəal istəyir bizə başa salsın, bildirsin. Biz keçən cümələrdə yadınızdadırsa, alın yazısı barəsində, qədər, qəza və qədər barəsində danışmışdıq. Bu ayə bəlkə də o mövzunun elə davamıdır. Allah mütəal istəyir bizə başa salsın ki, qədərvüz qisməndir. Lakin insanın öz çalışqanlığının nəticəsində bir çox şeylər əldə edə bilər. İnsan özü səy göstərməlidir, təlaş göstərməlidir, öz istəklərinə çatmaq üçün. Həzrət Əmr əleyhissalamdan da hədis buyurur ki, وَلَا تَنْسَ نَسِيبَكَ مِنَ الدُّنْيَا. Dünyadakı nəsibini unutma. Bu ayə-i şərifənin təfsirində Həzrət Əmr əleyhissalam ki, öncə oxuduğumuz ayə-i şərifə var idi və ondan sonra Qəsəs surəsindəki وَلَا تَنْسَ نَسِيبَكَ مِنَ الدُّنْيَا, dünyadan öz nəsibini unutma, yəni sənin bir nəsibin var dünyada, bunu unutma. Həzrət Əmr əleyhissalam bu ayənin şərhində buyurur: وَلَا تَنْسَ صَحَّتَكَ وَقُوَّتَكَ وَفَرَاغَكَ وَشَبَابَكَ وَنَشَاطَكَ أَنْ تَطْلُبَ بِهَا الْآخِرَةَ. Yəni, sağlamlığınız, gücünüz, istirahətiniz, cavanlığınız, əhval ruhiyyəniz, o ruh yüksəkliyi ki, insanda olur. Unutma ki, bunların hamısı məqsədi nədən ibarətdir? Axirəti qazanmaq üçündür. Bugünkü gücün var, qüvvətin var, cavanlığın var, keyfin kökdür, bizim dinləndirsək. Bunlar hamısı xidmət eləməlidir, insan axirət qazansın. Bugün
sərvətin varsa, axirət qazanmaq üçün çalış. Bugün gücün varsa, axirət qazanmaq üçün çalış. Bugün əlində səlahiyyətlərin var. Səni bir posta qoyublar. Sənin əlində müəyyən səlahiyyətlər var. Çalış ki, bu səlahiyyətlərlə axirətvi qazanasan. Çünki bunlar hamısı ötəridir, Həzrət Əmr əleyhissalam buyurur. Bu günləri kefin kökdür. Kefin kök olanda Allahı unutma ki, axirəti qazanmaq üçün o kefin köklüyündən çalış. Çünki insan qəmgin olanda da, əzizlərim, ibadət, itaətdə biraz süst olur. Kefi ki, insanın olmur, görürsən, ibadət də eləyə bilmirsən. Nə qədər ki, deyir, kefin kökdür, başda axirət qazanmaq üçün. Həzrət Peyğəmbər Əkrəmdən də hədis buyurur, çalışmaq, qələbə qazanmağın rəmzidir. Həzrət buyurur, badiri, bi ərbəin qəblə ərbəin. Dörd şey əldən getməmiş, qədrin bilin, dəyərin bilin. Şəbabikə qəblə hərəmik. Cavanlığınızın qədrini bilin, nə qədər qocalmamışsınız. Yaşlı adamlardan gedib soruşsunuz, görəcəksiniz ki, gəncliyin barəsində, cavanlığın barəsində necə həsrətlə danışırlar. Kaş o günlərim olaydı. Bugün yaşlı insanlardan soruşsun, deyəcək ki, məsələn, kaş canım sağlam olaydı. Mən gücüm olaydı, qəza namazlarımı qılaydım, qəza oruclarımı tutaydım. Cavanlar. İmkan varkən bundan istifadə edin. Yaşlı adam da görürsən, məsələn, bu günləri ziyarət arzusundadır. Deyir ki, kaş mən ümrəyə gedəydim, həccə gedəydim, ərbəin ziyarətinə gedəydim, amma yaşlaşıb gücü çatmır. Cavansan, Həzrət Peyğəmbər Əkrəm buyurur ki, bunları fürsət bil. Və səhhətikə qəblə suqumik. Cavanlığı qocalmamışdan öncə qədrin bil və sağlamlığın xəstələnməmişdən qabaq qədrin bil. Və qənakə qəblə fəqrik və kasıblamamışdan öncə imkanının qədrin bil. Bugün imkanın varsa, əl tut. Sabah mümkündür, imkanın olmasın, amma arzu eləyəsən. Ona görə nə qədər fürsətdir, Allah bu fürsəti bizə verib, əzizlər. O pul, maddiyyat ki, bizə bugün verilib, bunlar bir fürsətdir, imtihan fürsətləridir. Ola bilər 20 il sonra deyim ki, kaş mənim imkanım olaydı, filan işləri görəydim. Qiyamətdə mənə deyəcəklər ki, biz sənə imkan olan bir dönəm vermişdik. Niyə o imkanın olanda bundan istifadə eləmədin? Niyə maddi durumun yerində olanda bu işləri görmədin? Və ardıca Həzrət buyurur, və həyatıkə qəblə mavtik. Və ölməmişdən öncə həyatın qədrini bilin. Bu həyat bizə bir sərmayə də veriblər. Bu həyatın vasitəsilə axirəti qazanaq. Bu əlimizdəki sərmayə bitəndən sonra o ticarəti biz eləyə bilməyəcəyik. Axirəti ala bilməyəcəyik. Bugün bu cür düşünməyək ki, hələ fürsətlər çoxdur, fürsətlər var. Nə qədər insan oldu ki, cavan dünyadan getdi. Və nə qədər insanlar oldu ki, cavan da dünyadan getməsə, başı çox qarışdı. O qədər dünyanın bərbəzəyi bizim başımızı qatır, bir də görərik, ömür də bitdi. Da istəsək də qayıdışı yoxdur. Ona görə insan çalışmalıdır bu işlərdə. Həzrət İmam Kazım əleyhissalam buyurur, İyyəkə vəl-kəsələ vəz-zəcrə fə-innəkə inkəsilət ləm tə'məl və inzəcrət ləm tu'til haqq. Deyir, tənbəllikdən Allaha pənah aparın. Tənbəllikdən çəkinin. Quzu qurddan qaçdığı kimi tənbəllikdən qaçsın. Çünki əgər tənbəllik etsəz, heç nəyə nail ola bilməyəcəksiniz. Əgər yorğun olsuz, Allahın haqqını da əda eləyə bilməyəcəksiniz. Ona görə tənbəllik insanın nədir? Bəzi hallarda, yenə deyirəm, o qismət, qədər mövzularını biz düzgün başa düşmürük. Deyirik ki, məsələn, niyə mənim heç bir qismətim yoxdur həyatda? Çünki ya mən tənbəllik eləyirəm və yaxud ola bilər işləyirəm, amma işlərimi düz qurmamışam. Bunlardan ikisindən biridir. Çünki Allahın ayəsi də buyurur ki, sizin çalışqanlığınız qədərdir sizin nəsibiniz. Nə qədər çalışırsınız, o qədər sizin nəsibiniz olacaq. Ya düzgün yerdə deyilik, ya işimizi düz seçməmişik, ya işimizi düz qurmamışıq,
ya da tənbəllik. Yəni, bunlardan xali deyil. İnsan səy göstərsə, Həzrət Əmir əleyhissalam buyurur, qad səadə mən cəddə. Hər kim çalışdı, müvəffəq oldu. Yəni, müvəffəqiyyətin açarı çalışmalıdır, zəhmət çəkməkdir. Bəzən bəzi insan görürsə, məsələn, biraz imkanı var, ona bir paxıllıq eləyirik. Paxıllıq eləmə. Ola bilər ki, mən gün orta 3 saat yatanda o işləyirdi. Mən istirahətdə olanda, mən gəzməkdə olanda o çalışırdı, zəhmət çəkirdi. Bəs onun zəhmətlərini itirmə. Bugünkü bir şeyləri var əlində, düşünmə ki, bu elə buna havadan gəldi çatdı. Zəhmət çəkib, əziyyət çəkib və əziyyətlərinin də bəhrəsidir. Əbu Zərar nə? Tarixdə əzimkarlıqla tarixə düşmüş bir insandır. Çox əzimkar adam olub. Bir məqsəd qoyubsa qarşısına mütləq o məqsədə çatardı deyirlər. Tarixdə belə keçir adı. Əbu Zəranədən soruşurlar ki, bu əzimkarlığı hardan öyrəndin? Deyir, mən bir dənə böcəkdən öyrəndim bu əzimkarlığı. Bir gün deyir, Dəməşqdə gecə getdim məscidə. İbadət eləmək üçün getmişdim. Fikirləşdim ki, gecəni məsciddə ibadətdə keçirdim. Sübhü də qılaram, sonra gedərəm evə. Deyir, oturdum, bir hadisə mənim diqqətimi çəkdi. Mən səhərə qədər ancaq o hadisəni müşahidə elədim. İbadət itaat eləmədim və bütün həyatımın dəyişmə səbəbi oldu. Gördüm, bir böcəkdir. Bir sütun var məsciddə, mərmərlə işlənmiş bir sütundur da, sürüşkan olur onun üçün. Bu böcək istəyir ki, qalxıb sütunun yanında bir çıraq var. Bilirsiniz, böcəklər adətən çırağa gedər. Deyir, gördüm, bu böcək istəyir qalxıb o çırağın yanında otursun. İstisindən istilənsin. Deyir, qalxır bir qədər, sürüşkəndir deyənə sürüşür, düşür yerə. Amma deyir, görürəm ki, yox, bu öz məqsədindən yayınmır, təzədən qalxır. Deyir, oturdum, səhərə qədər saydım, 700 dəfə qalxdı, sürüşdü, düşdü aşağı. 700 dəfəni deyir, mən saydım. Sübh əzanı verildi, mən deyir, başladım, sübh namazımı qıldım. Sübh namazından sonra baxdım, gördüm ki, gedib çatıb məqsədinə, gedib oradadır, yetişib öz məqsədinə. Mən başa düşdüm ki, mümkündür bu həyatda 10 dəfə bir işi qurasan, alınmasın. Cəhd elə, səy göstər. Bəzi hallarda, bəli, mən səy də göstərirəm, çalışıram, amma o şeyi də əldə edə bilmirəm. O zaman Allahın o iş mənim barəmdə məsləhəti yoxdur. Allah istəmir o şey mənim əlimə yetsin. O bir başqa məsələdir. Və qiyamətdə insanın üzağlığı var ki, Allah, mən çalışırdım, amma o şey əldə edə bilmirdim. Amma insan elə, məsələn, bir dəfə mən bu işi görmüşəm, daha yox, alınmır, deyir, olmaz. Səy göstərəcəksən, cəhd eləyəcəksən, çalışacaqsan və nəhayət həmin məsələyə insan nail olacaq. İnsanın səyi onu aparacaq öz məqsədinə. Edison deyir ki, mənim ixtiralarımın heç biri təsadüfi deyil. Ki, bugün Edison ki, məsələn, dünyanın ən böyük alimlərindən, ixtiraçılarındandır. Bugünkü bu işıq və sair məsələlər ki, onun sayəsində insanlar rifah içindədir. Deyir, heç biri təsadüf olmayıb bunlar. Elə bu cür olmayıb o, bəzən deyirlər, alma düşdü başına, gəldi, məsələn, yerin cazibə qüvvəsini kəşf elədi, təsadüf deyil idi. Düzdür, alma düşdü başına. Amma o almanı düzgün dəyərləndirməyə bacardı. O qədər başımıza alma düşüb ki, nə ixtira eləmişik ki? Bizim başımıza heç daş da düşəndə nəticə çıxarda bilmirik ki, özümüz üçün. Demək ki, insan çalışırdı, düşünürdü, təfəkkür edirdi, bir şey ortaya qoyurdu. Bəli, bunun müqabilində həm də motivasiya öz sözün deyir. Bunu da unutmayaq. Edison özü etiraf edir. Deyir ki, məndən soruşdular ki, sən bu nailiyyətləri necə əldə eləmişsən? Deyir, dedim ki, mən bütün nailiyyətlərimi anama borcluyam. Deyir, məni aparmışlar uşaq vaxtı, anam məktəbə qoymuşdu. Bir gün müəllimin bir dənə məktub yazdı, verdi mənə, bağlı məktub idi. Dedi, apar bunu anova çatdır. Mən məktubu açmadım, gətirdim, təhvil verdim anama. Anam oxudu, bükdü məktubu, mənə göstərmədi. Dedim, ana, müəllimim nə yazıb? Dedi, oğlum, müəllimin yazıb ki, bu uşağınız çox dərrakəli uşaqdır. Bunun yeri bizim məktəbimiz deyil. Bunun üçün xüsusi müəllim tutun. Deyir, anam mən üçün xüsusi müəllimlər tutdu. Evdə məni başladılar hazırlaşdırmağa.
Mən gəldim, oldum Edison. Anam dünyasını dəyişmişdi, illər keçmişdi. Artıq mən bir şanlı şöhrətli alim idim. Bir gün deyir, sandığını açdım, deyir, axtarırdım onun əşyalarını. Gördüm, bir məktub var. Baxdım, gördüm, müəllimimin anama yazdığı məktubdur. Açdım, gördüm, məktubda müəllim yazıb ki, hədər eləməyin, bu şavuzdan heç nə çıxmayacaq. Bunun qavrama qabiliyyəti yoxdur. Bunu aparın, bir qoyundan, quzudan alın, verin, işləsin. Bunu boş yerinə məktəbə göndərməyin. Deyir, amma anam məni sındırmadı. Anam inandı, mən üçün müəllimlər tutdu və mən nailiyyətlər əldə elədim. Demək ki, nədir? İnsan hətta zəkası zəif də olsa, qavraması zəif də olsa, çalışmaqla mütləq budur ki, bir şeylər əldə eləyəcək. Həm də yenə deyirəm ki, cəmiyyətin motivasiyası da çox rol oynayır bu məsələdə. Görürsən, bir adam iş görür, 5 nəfərdir ki, alınmayacaq. Doğrudan alınmayacaq onun işi. Bəzən biz deyirik, ki, işimin üstündə nəs gətirdim. Məsələ nəs gətirdin də öyle. Məsələ o insanda sən ruh düşkünlüyü yarattın. Nəs məsələsi deyil ki. Ruh düşkünlüyü yarattın, o bacarmayacaq, doğrudan bacarmayacaq bu şey. Amma sən ona dəstək versiydin ki, sən bacaracaqsan. Yox, bu alınacaq səndə. Və həyatda bu cür şeyləri görmüşük ki, həqiqətən o insan gücünün üstündə olan bir şeyləri eləyir. Cəmiyyət onu dəstəkləyəndə, cəmiyyət ona ruh yüksəkliyi verəndə və bu da hamımızın bir-birinə qarşı bir haqqıdır, boynumuzda bir-birimizə haqqdır ki, bir-birimizə biraz dəstək verək. İbadi məsələlərdə olsun, fərdi məsələlərdə olsun, ictimai məsələlərdə olsun. Yox, biz bunu bacarmayacağıq deyə bu gündəyik. Həqiqətdir bu. Bir böyük bir ideya qoyur bir nəfər, görürsən, 20 nəfər mömin yığılıb bir yerə, bir nəfər bir ideya qoyur. Hamımız deyir, yox, alınmayacaq. Niyə? Alınmayacaq rahatınadır da, bu işin üstündə zəhmət çəkməyə oturaq evimizdə. Niyə alınmayacaq ki? O cəmiyyətlər ki, alındırıblar, onların bizdən fərqi nə olub ki? Sadəcə inanıblar və inanlarının ardıca gediblər, səy göstəriblər. Yaponiyanın sərvətləri var. Amma zəhmət çəkiblər bugün dünyanın bir nömrə dövlətlərindəndir. Heç bir demək olar ki, sərvət yoxdur. Amma çalışıblar. Və insan da çalışmaqla, zəhmət çəkməklə, inanmaqla və insanların dəstəylə bir yerlərə mütləq gəlib çata bilər. Əlbəttə, tək də çalışmaq, əzizlərim, bu işin fiziki tərəfidir. Bir də mənəvi tərəfi də olmalıdır. Bəzən bizdə deyirlər, məsələn, filankəsin şansı var. Şanslı insanlar deyir ki, həyatda şans elə 10% insanın həyatında təsir göstərir. 90% sənin zəhmətlərindir. 10% bəli, şans öz sözünü deyir. Amma 10% deyir. Bir də bu şans dediyimiz bir şey əslində Allahın qeyb əlidir, bizə kömək eləyir. O qeyb əlini bəs biz necə əldə eləyək? Məsələn, Şeyx Ənsari ki, zamanının, dövrünün böyük alimlərindən idi. Deyirlər, Şeyx Ənsaridən soruşurdular müvəffəqiyyətin səbəbləri. Deyirdi ki, mən çalışmaqla bərabər hər gün bir cüz Quran oxuyurdum, Cəfər Təyyar namazı qılırdım, ziyarət-i camiyəni oxuyurdum və ziyarət-i aşura oxuyurdum. Yəni, dua da bizim həyatımızda təsiri var. Tək duanla iş olmur. Bütün gün oturum, dua eləyim, alınmayacaq. Lakin, duanla bərabər çalışmalıyam. Yəni, çalışmağımın da yanında dua olmalıdır. Allahdan bir bərəkət istəməliyik işimiz üçün. Bəzi hallar olub, insan həyatında bu şeyləri təcrübə edə bilir. Mən baxmışam ki, bugünün işləri zamanla mümkün deyil çatdırmaq. Alınmayacaq da, yəni bugün o qədər işim var ki, normalda hesab kitab edirsən ki, bu alınası bir şey deyil. Olur birdən adam bir qəlbəndi ki, Allah bu günümə bir bərəkət ver. Sonra görürsən ki, o işlər ki planlamışdı, hamısını yerinə yetirdi. Hətta vaxtı da qaldı gün ərzində istirahət üçün. Yəni Allahdan bir bərəkət istəyək işlərimiz üçün. Zəhmət də çəkək, ardıca bir bərəkət də istəyək Allahdan, bir dua da eləyək, bir təvəssül də eləyək. Mərhum Əbülqasım Xoyi deyir ki, mən
Nəcəfdə bir balaca evim var idi, çox balaca idi evim. Özümdə hər gün mütaliə edirdim də, dövrünün, əsrinin böyük alimlərindəndir. Deyir ki, mən yoldaşım evdə əzadarlıq məclisləri qururdu. Məhərrəm ayına düşmüşdü. Mən dərs oxuya bilmirdim. Onlar, xanımlar yığılırdı, əzadarlıq keçirdirdilər. Mənə də imkan yaranmırdı. Balaca idi evimiz. Sakitçilik olmurdu, mən mütaliə edə bilmirdim. Yoldaşıma dedim ki, xanım, sən evdə əza məclisi təşkil edirsən, mən mütaliəmdən qalıram. Onun mütaliəsi də balaca iş deyil də. Onların mütaliəsi Peyğəmbər sözüdür, Allah sözüdür, imam sözüdür ki, insanlara öyrənib çatdıracaqdır. Deyir, xanımım mənlə razılaşdı. Əzadarlıq məclislərini tətil elədi. Məni, deyir, möhkəm göz ağrısı tutdu. Da heç nə oxuya bilmirəm. Alınmır. Mən gəldim, təvəssül elədim Həzrət Əbəlfəzl Abbas əleyhissalama və İmam Hüseyin əleyhissalamın türbətindən götürüb gözlərimə çəkdim. Dedim ki, onsuz da mən oxuya da bilmirəm. Nahaq yerə də əzadarlığı təxirə saldım. Xanıma dedim ki, çağır, başlayın o əzadarlıq məclislərimizi qurun. Sonra mən yatdım, yuxumda gördüm. Mənə dedilər ki, Əbülqasım Xoyi, qərar idi, sən gözlərimi alacaqdıq biz, kör olacaqdın. Çünki əzadarlıq məclisini təxir eləmişdin. Çünki bizə təvəssül elədin, elə o xəstəliyivə şəfa verdik, o xəstəliklə səni keçindik. Yəni, bəzi hallarda bu mənəvi ab-hava, aura bizim həyatımızda mütləq təsirin qoyur. Mən demirəm, yalnız bundan kifayətlənək. Amma mənəviyyatdan da insan uzaq düşməməlidir. Mənəviyyatın da insan həyatında mütləq təsiri var ki, tarix boyda o müvəffəq olmuş alimlər öz zəhmətlərinin bəhrəsini görmüşdülər. Allah'ın verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal da bizləri tənbəllikdən uzaq olub, daim dini və dünyəvi işlərimizdə zəhmət çəkən, səy göstərən bəndələrindən qərar versin inşallah.